Salam əziz izləyicilər. Bugünkü dərsimizdə mən keçən dərsimizdəki polad vərəqdən hazırlanmış arabanın yük qutusunun digər variantını sizə nümayiş etdirəcəm. Keçən dərsimizdə polad vərəqdən hazırlamışdıq onu. İndi isə adi detaldan hazırlayıb onu polad vərəqə keçirib və onun açılışını verəcəm, göstərəcəm sizə. Onun üçün biz burada yenə göstərdim mən sizə və burada yenə şablon seçirik və bu şablonu, adi IPT şablonu, keçən dəfə bunu seçmişdik. İndi isə bu variantı seçirik. Adi gözəl detallar və burada detalın modulları, alətləri, yəni 3D modelin alətləri burada göstərilir. Onun üçün biz yenə XY müstəvisini seçirik. Təqribi biz götürürük. Buradan 400'ün 600'ə ölçsün. Bax belə, deməli bunu qəbul edirik. İstən görünüş variantını, ustanovite kuşu vid sverxu. Bax bunu aksanometre vəziyyətinə getiririk. Və buradan deməli digər müstəvini, buna paralel çəkdiyimiz bu eskizi paralel müstəviyə, deməli ikinci eskizimizi çəkirik. Buradakı olan məsafəni 250 mm veririk və bu müstəvi üzərində digər biz eskizimizi çəkirik. Bu eskimiz yenə də düz uzaqlıqdan ibarətdir. Bir tərəfi 600, tab işarəsini klaviaturda basıb, digər ölçünü isə 800 götürürük. Götürdük, qəbul edirik. İndi bunu görünməz edib, biz bax buradakı loftu, indi burada adi 3, deməli burada 2 loft var. Həm polad vərəqdən olan şablonda istifadə edilən loft, bir də 3D modeldə. İndi biz 3D modeldəyik, ona görə götürürük bax bunu, deməli loftu. Birinci bunu vururuq, sonra bax bunu deməli vurub, deməli bax bu bərk cisim modelini qəbul edirik. OK düyməsini basırıq. İndi görürsünüz bunun içərisi doludur. Onun üçün biz burada abaloçkadan seçirik, qalınlıq veririk bunu. Yəni içərisini götürməliyik biz. Bunu oymalıyıq daha doğrusu. 2 mm 2 mm. Deməli biz burada verməliyik hansı deməli üzü kəsib çıxartmalıyıq, boşaltmalıyıq. Bax buranı mən götürürəm, vururam, görürsünüz içərisini boşaltdı. Qəbul elədim. İndi mən burada bunu keçməliyəm list materiala. Onun üçün list materialda bax burası düz olmamalıdır belə. Bunu mümkün deyil. Ona görə də mən götürürəm bax buradan. Bax bu radiusla bunları çıxardıram. Götürürəm burada 5 mm. Onu da deyim ki, sizi nəzərinizə tuttum ki 5 mm-dən az götürmür. Çünki biz buradan ona qalınlıq vermişik 2 mm. O əgər götürsə 2 mm o açılışı vermir. Ondan böyük olmalıdır. 2 dəfədən artıq təqribən. Bax indi mən bunu vururam bax bunların bu tinlərinə. 1 2. Burada onu da deyim ki, bax burada görünməyən hissələr var ha, bax burada. Bax bunları da götürür bu. 3 4. Sonra bax buradan gətirir 5 6 7, bu da 8. Qəbul edirik. OK düyməsini basırıq. İndi mən bunu keçirməliyəm. Bax burada keçirməliyəm. Burada götürmədi bunu tini. Bunu da eləməliyik biz. Bax burada bu tinləri də bax bu tinləri də götürməliyik. Deməli bax buradan bunu vururuq.
Bunu götürmüşük. Bunu da vururuq. Bura baxırıq. Baba bu tini də götürməliyik. Bax buranı. İndi baxırıq görək hamısını götürdük yoxsa. Bax buranı götürdük. Buranı da götürmüşük. Buranı. Bax bu içəridə burada görmürəm. Bax bunu, bax bunu. Bax bu hissəni. Qoy mən bunu qəbul edeyim. İndi baxaq, çöndərək, baxaq içərisinə. Bax burada, bax bu hissə, burada radiusu var. Amma burada yoxdur. Bax o radiusu da götürməliyik biz. Deməli götürürəm bax buranı. Bax buranı gördünüz. 5 millimetr. Okey düyməsini basıram. Baxıram görüm qalanı yoxdur ki. Bax burada da götürmüşük. Burada da götürmüşük. Bax burada. İndi mən bunu çevirməliyəm. Polad vərəqə. Bax keçirtdim. İndi mən burada vurub, bax buradan götürüb bunu eləməliyim 2 millimetr. Bax burada millimetri keçməliyik. Bunu eləməliyim 2. Qəbul elədik. Bu oldu 2 millimetr. İndi mən bunu deməli keçdim bura. Burada gözü bu modullar dəyişdi. İndi mən bunu kəsməliyəm. Bax buradan götürürəm. Bax bunu razrıvı. Burada variantlar var. Bax 2 nöqtə ilə, 1 nöqtə ilə, 2 nöqtə ilə, bir də bütün uzunluq boyu. Bax bunu, bax üzüm uzunluq boyu. Bax bunu deməli mən vururam bura. Bax burada gördünüz, bax bu qalınlıq qədər 5 millimetr adətən götürür. İndi bunu altdan da eləməliyik biz, bax buradan. Bax bura axıra qədər elədi bunu. İndi mən buradan götürürəm. Bax, gördünüz, kəsdi, çıxartdı. İndi bax buranı eləməmişim mən. İndi mən bunu qatarım dala. Bax bunu. İndi mən buranı eləməliyəm. Bax buraları radiusdan eləməliyəm. Onun üçün 3D-də bax 3D-də. Qoy mən dala qaytarım onu. Keçim hələ buna keçməmişdən eləməliyik biz onu. Bax burada eləməyəm 5 millimetr. Bax buranı, hamısını. Qəbul elədik. İndi mən keçməliyəm list materiala. Buradan götürürəm. 3-cü variantı. Bax buradan bunu işarə eləyirəm. Gördünüz, kəsdi, çıxartdı. Qəbul elədim bir dəfə. Sonra bax buranı götürürəm. Qəbul elədim. Kəsdi, çıxartdı. İndi çevirirəm bu tərəfə. Bax buranı qəbul elədik. Bir də buranı qəbul elədik. Onu eləməsən açmır. Açılışını vermir proqram. Proqram bax elə kaprizliyini göstərir. Ona görə də bunu biz belə eləməliyik. Biz açılış ondan ötəri lazımdır ki, biz bunu polad vərəqin üzərində kəsib çıxartmalıyıq. Bax bunu. Gözdə 2 dəfə, hər dəfə bir eləməliyik. 2 dəfə eləsən birdən götürmür. Bax, baxın. Bax, burada gördük, elədik. İndi buradan da eləmişik orada. İndi bax bunu biz çevirməliyik razvertkaya. Bax, açmadı. İndi bunu burada nəsə yenə də təzədən deyəsən çəkəsi olacaqdan. Bax, bu dəqiqə razvertkaya götürmədi. İndi onun üçün biz burada nə etməliyik? Bax, bunu təzədən götürməliyik. Okey. Saxranit eləməliyik. Udalit eləməliyik. Bax, buradan net. İndi mən təzədən götürürüm. Bax, gözsüz kaprizi var. Deməli, buradan mən götürürəm. Proqramın kaprizi var. Biz buradan götürmədik bu şeyi. Deməli, buradan götürürük yenə XY müstəvisi. Onu 2 dəfə, 3 dəfə elədim. Ona görə də o götürmədi. Gərək təzəsini eləyək biz. Onun üçün bax buradan yenə 400'ün tab 600'ü. Sonra götürürük, qəbul elədik, üstdən görünüş. Üstdən görünüş. Sonra indi buradan götürürük bu müstəviyə paralel müstəvi. Bax, müstəvimiz XY müstəvisidir, 250 millimetr. Deməli, bunun üstündə eskiz eləyirik. Çəkirik, onun ölçüləri indi bizə olmalıdır 800'ün
800 tab 600'e enter. İndi burada bir tersine oldu bu. Böyle dala qaytaraq bunu mən deməli mərkəzdən və bu bizə verməlidir 800 tab işarəsi, onu da verməliyik. Yəni 800 verək, düzəldərik sonra 800 eləyək, kvadrat olsun. Amma indi bax burada bunu mən eləyərəm 600 eləyim bunu. Bax belə. Qəbul elədik. Onu mən deməli görünməz eləyirəm. İndi bunları mən loftla bax bunu vururam, bir də bunu vururam. Deməli qəbul eləyirəm. Qəbul elədim. İndi deməli mən bunu eləyim, sonra eləyərik. Burada eləyirəm 5 millimetr. 5 millimetr bax buranı 5 millimetr. Buradan görünmüyor ama götürür. Deməli bax buranı, bax bunları bax belə qəbul elədik. Bax belə. Bayaqlarını səhv eləmişdik. Deməli buradan qəbul elədik. İndi mən götürməliyəm. Bax bunun içərisini boşaltmalıyam. Deməli burada verirəm 2 millimetr və səthdə buranı seçirəm. Okey. Bax indi mən bunda keçməliyəm list material. Bunu da eləməliyim 2 millimetr. Bax burada eləməliyim millimetr. Bax bunu da eləməliyim 2. Primini, çünki bunun qalınlığı 2'dir. Bax onu götürməliyik, onu 2 eləməliyik. Deməli buradan götürəm razılıq 3. Bax bütün deməli qran, bax belə. Burada gördünüz içərisi də oldu bunun radiusdan, şöyle çölü də bax. Bax bura baxaq, görürsünüz, bax burası da. Bayaqlarım elə deyildi, sonradan verdik, ona görə götürmədi o. Qəbul elədik, buranı da götürdüm, qəbul elədim. İndi keçirib bu tərəfə. Bax buranı, deməli buranı və buranı. Bu qayda ilə 4 tərəfində bunu aşmalıyıq. Yoxsa bu götürməz, açıq, bayaqki kimi gördük, səhv verdik, götürmədir. Bizə də lazımdır onun açılışı. Açılış olmasa və biz onu burada eləmişik. Deməli biz onu heç cürə açılış kəsil polat vərəqdən deməli razyotka bax gördünüz açıldı. Qaydanı gərək biləsiniz. İndi biz burada baxırıq. Keçən dəfəki kimi burada yoxlayırıq. Bax görək bunun hansı qabariti ölçüdən polat vərəqdən bunu götürə bilərik. Bax burada deməli 1134'dür. Deməli bax uzunluğu ən böyük uzunluq və ikinci ölçü isə bax buradan bura qədər 934'dür. Görürsünüz, bax bu ölçü ilə bunu götürməliyik biz. Bunun əgər çertiyojunu eləmək istəyiriksə, buradan sağla vururuq üstündə, sazda çertiyoj. Deyir ki, yaddaşa saxlamaq lazımdır. Bu vəziyyətdə bunun çertiyojunu eləmək mümkün deyil. Ona görə bax buradan eləməliyik. Deməli bax burada sazda çertiyoj. Deməli невозможно ставить вид, yəni yaddaşa saxlamamışıq. Bax burada. Ona görə də burada yazırıq. Burada deməli yazaq burada kutu, yük kutusu. Belə yazaq ki yazdıq. Deməli yük kutusu yaddaşda saxladıq. İndi bir verməlidir. Bax buradan biz əgər istəsək bax bunun üstündə sazda çertiyoj. Bax götürürük çertiyoju və burada bunun açılışını bax belə veririk. 1'in 11'e elə miqyas yoxdur. Eləyək 10'a.
Biraz böyüsün. Aha. Bak burada indi burada götürürük bunun ölçülerini koyuruq üstüne bak. Buradan bura kadar olan bucağı. Bak 49 bu 50'dir. Yani 49 25'ti biz deməli verməliyik. Deməli 50. Buraya yazıq 50. Burada da elə bir şey var. Özümüz koyuruqsa bak burada dərəcə koymalıyıq bura. Okey. Deməli 4'ü də olur. Bak burada da vururuq bunun üstüne. Bunun qabağında yazırıq 4 ədəd. Evet. Bak burada. Yani ki bak bunlar da 4 tanesi de eyni ölçüdedir. Bak 50 derece. Sonra ölçüleri koyuruq. Bak buradan deməli bura kadar olan ölçü. Bak buranı götürürük. Bak buranı 593'tü. 94 götürəcəyik. Belə bir %1 dəqiqlik lazımdır burada. Bak buradan götürdü. Buradan 594. Bak bunu eləyirik. Görünməz. 594. Deməli belə, yəni bu da 594'dür. İndi bir də buradan götürürük bunu. Bu da eləyirik 394. 394. Bu daxili ölçüdür. Bak bura. İndi keçirik xarici ölçüsünə. Bak buradan bura kadar olan 1134'tür. 21 lazımdır. 1134. Belə. Bir de bak buradan bura kadar olan mesafe. 934. Bunu mən skrit edirəm, yəni görünməz edirəm. Öz istədiyim ölçünü qoyuram üstünə. İndi bax bu ölçü var ha. Bax buradan. Bax gördünüz. Deməli bax buradan biz bunun ortasını götürüb bu deməli bax buradan kəsməliyik. Ya da belə kəsib bax buradan çəkməliyik, kəsməliyik. Bu dəqiq olmalı. Yarısı bax bura düşməlidir bura. Bunu da o deməli o açı polad vərəqin üzərində saxlanət edək bunu. Onu biz eləməliyik. Bax burada yük qutusu yaddaşda saxlayırıq. Bu da bax deməli olur bunun eskizi. Bu qədər. Mən bunu göstərmək istəyirdim. Bu ikinci variantdır. Siz bax belə qutunu hazırlamaqdan ötəri bax belə bir deməli bunu ben keçirəm bax burada indi modelə görsün bax yığılmış olması. Sonra burasını qaynaq eləyirik. Burada 5 mm-dir. 5 mm-i də bax ya xaricdən bax görsünüz bax belə burada. Ya da həm də daxildən qaynaq eləyirik bax bunu. Bu qədər. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.